Dünyanın bir çox ölkələri içməli su qıtlığı ilə üz-üzə qaldığı bir vaxtda paytaxt Bakıda isə içməli su günlərlə küçəyə axıdılaraq israf olunur. Sözsüz ki, bəzi işçilərin məsuliyyətsizliyi səbəbindən bu xoşagəlməz hal təkcə sakinlər üçün təhlükə yaratmır, həm də dövlət büdcəsinə zərər vurur. Bəli, düz eşitdiniz. Tonlarla içməli su günlərlə küçəyə axır, ancaq aidiyyatı qurumlar isə bu problemi ya həll etmir, ya da öhdəsindən gələ bilmir, ya da ki, problemi görmək istəmirlər. Hay oğlum, bir gün 10 dəqiqə su pulunu geç keçirəndə Azərsu gəlir sayğaclarımızı bağlayır. Bir aydır buradan çay kimi sel axır. Bakı ətrafı kənd və qəsəbələrdə, bəzi ərazilərdə vətəndaşlar yay aylarında susuzluqdan əziyyət çəkdiyi halda bu ünvanda ise içməli su günlərdir küçələrə axıdılır. Hansısa bir şəlaləni xatırladan bu su Biləcəri qəsəbəsində içməli su xəttində yaranan qəzalı vəziyyətdir. Görüntülər Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Matadrom yaşayış massivi Vayxır küçəsindəndir. Sakinlər deyir ki, ərazidən keçən içməli su xəttində qəzalı vəziyyət aylardır davam edir. Köhnə bəlkə də 90 ilin, 100 ilin turbasıdır. Gördüyünüz kimi vəziyyət vurur belə. Təmiz içməli sudur, həm heyifdir. Dünyada da bilirsiniz ki, içməli su qıtlığı var. Həm bir yandan belə, bir yandan evlərdir, kanalizasiyalardır, evlərin altlarıdır, yollarda hamısı zərər görür. Bəs həqiqətən Binəqədi Su Kanal İdarəsinin qəza bərpa işçiləri bu problemi həll edə bilmir? Yoxsa sakinlərin dediyi kimi su xəttində yaranan qəzanın tam aradan qaldırılması üçün xəttin əsaslı təmirə ehtiyacı var? İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, sözgedən su xətti həmin ünvanda qeyri-qanuni olaraq həyətyanı sahəyə salınıb. İstismarda olan şəbəkənin fərdi həyətyanı sahədə yerləşməsi xəttə vaxtında texniki qulluğun göstərilməsini, xüsusilə lazımi texnikanın əraziyə daxil olmasına mümkünsüz edir. Qurumdan o da bildirildi ki, hazırda sözgedən ünvana su xəttində baş verən qəza ilə əlaqədar Binəqədi Su Kanal İdarəsinin qəza briqadası cəlb olunub. Xəttin təmiri və bərpası istiqamətində işlər görülür. Rəşad Vəkiloğlu, Nadir Cəlilov, Space xəbər.